Harda xırdalanda gələsinin qarşınızda. Gözəl bir məkanda. Elə bir ev satmışam. Gəlin baxın. Bu evin böyrü, kladokası da var. Ev tam mülkiyyəti, qufcalı. Allah alana xeyir versin. Baxın, bu bizim evimiz. Ev, dəmir barmaqlar var, görürsən, hamısı var. Dəmir barmaqlar hamısı var. Bunun həyəti. Həyətinə maşında gedir. 1, 2, 3, 4, 5. Yerlə 5 daş kürsülü. Ev qoşa daş. Gene dedim qoşa daş. İndi gəl evə daxil olaraq, gör evdə nələr görür. Bəh. Allah bunu saxlayanın canını sağ. Gör nə ki şey saxlayıblar. Allah bunu saxlayanın bəxti verəcəksin. Bu zal. Bu bizim zalımız. Görürsünüz nə geçəşdi. Ondan sonra. Bura ikinci otaq. Otaqlar hamısı dəmir barmaqlılar var. Bura üçüncü otaq. Pencere açıq. Gəl dəmir barmaqlılar orada da var. Bura sanusi. Bax sanusi. Gör nə qəşəng düzəlib. Təbii ki burada kunan. Kunlar dəmir barmaqlılar var. Ev qoşadlar. Kupçalı. Allah bunu alana xeyir versin. İmam Hüseyin xadini istəmişəm. Yolunuzu gözləyirik, kanalımıza abunə olun, gəlin, alın. Qiyməti 90 min deyəcəm, 86 min deyəcəm. Ev mülkiyə A parkın yanında. Gözəl bir yerdə. Yolu yekə, Allah alana xeyir versin. Yolunuzu gözləyirik, gəlin.